Silah ailənizin deməli, bir ay sonra, ay yarım sonra, avqust ayında başlayır hazırlıqlar. Başlayırıq fonetikadan və sonu qı ilə qurtaran sözlər. Yaralı yerimiz. Bu çox da qəliz, nə bilim, çətin yadda qalacaq bir şey deyil yəni. Sözün sonu qı ilə qurtarırsaq, özündən sonra saitlə başlayan şəkilçi və yaxud söz gəldiyi zaman qı keçir ğıya. Otaq, otağın, məsələn, otaq, yəni qonaq otağı ğı olur, qı ğıya çevrilir. Özünün sonra samit gəldiyi zaman da qı keçir xıya. Otaq, otaqlar olur otaqlar. Nə bilim, məsələn, otaq temperaturu, otaq temperaturu. Hə, bunun istisnaları var. Eşq, məşq, aşiq, məşuq, yəni filoloq, zooloq, texnoloq, bu kimi sözlər var. Məntiq, hüquq, vərəq, şəfəq. Bu istisnalarla nə edirsiniz? Deməli, əgər özündən sonra sahib gəldisə, heç bir dəyişiklik olmur. Vərəqin, məsələn, deyirəm ki, məntiq imtahanı, məsələn, qı olduğu kimi qalır. Yox, özündən sonra samit gəldisə, məsələn, məntiqli olur. Və yaxud da məntiq kitabı olur, məntiq kitabı. Qı keçir qıya. İstisna qaydası bu qədər.